Və biz indi 2026 Abituriyent jurnalında çap olunmuş İngilis dili üzrə suallara baxırıq və 7-ci sualından başlayırıq. Choose a correct option, düzgün seçimi edək. Deməli, uşaqlar, would, prefer, would, rather və had, better qaydası. Biz bilirik ki, would, burada mütləq bu qeydləri aparırsınız. Would, prefer, bir şey üstün tutmaq deməkdir. Özündən sonra mütləq to-lu feil gələcək. To-lu feil. Və would rather qaydası isə özündən sonra to gəlməz. Bunu da qeyd edirsiniz. Və had better isə yaxşı olar ki deməkdir. Xüsusi bir vəziyyətdə istifadə olunur və xüsusən də məsləhət xarakteri daşıyır və özündən sonra to gəlməyəcək. To-suz feil olacaq. Və bunların inkarı isə yəni düzələcək had better və would rather qaydasında inkar olacaq not to olmaz. Not to işlənməz. Not üstə gəl to-suz feil. İndi baxırıq testimizə. It is raining, yağış yağır. You had better take an umbrella. Baxırıq ki, better'dən sonra take gəlib. Burada heç bir problem yoxdur. To take verilsəydi yanlış olardı. Biri götürürük. 2-yə baxırıq. Would rather not to deal with this problem by myself. Baxın, ifadəni gördük. Dedik ki, özündən sonra inkarı not və to olmadan verəcək deyə 2 yanlışdır. 3-ə baxırıq. If this letter is urgent, you had better posting it right away. Buradakı bu apostrof D had better'nin qısaldılmasıdır. Had better to-suz feil olardı deyə 3-də yanlışdır. 4-ə baxırıq. I would rather stay at home. Would rather'dan sonra to gəlməyib deyə 4-ü biz doğru götürməliyik. Bundan sonra had better və would rather'dan sonra to gəlməz deyə bu da üzrlü sayın 4 doğrudur. Deməli olacaq 1 və 4 C variantı. Və keçirik növbəti suala.